Əgər övladınız gözlərini tez-tez qırpırsa, bu oftalmoloji və yaxud da nevroloji patologiyanın bir göstəricisi ola bilər. Yəni gözlərimizlə və sinir sistemimizlə əlaqəli ola bilər. Bir sıra göz xəstəliklərində, allergik reaksiyalar, infeksion proseslərdə göz qırpmaları artır. Bundan başqa, əgər görmə zəifliyi varsa və o korreksiya olunmursa, bu da uşaqlarımızın göz qırpmalarının artmasına gətirib çıxara bilir. Bu baxımdan göz həkimləri tərəfindən göz tam müayinə olunduqdan sonra gözlə bağlı olaraq yaranmış bir göz qırpmalarıdırsa, göz müalicəsi ilə davam edirsiniz. Əgər yox, bu durum gözlə bağlı deyilsə, o zaman nevroloqun, yəni uşaq sinir həkiminin müayinəsi olduqca vacibdir. Bir sıra hallarda uşaqlarda hər hansı bir problemlər olduqda, ailədə, məktəbdə, yaşıdları arasında nevroloji durumlarında bir gərginlik olduqda, bu da göz qırpmalarının artmasına səbəb olur. Belə ki, bununla öz üzərlərinə diqqət çəkməyə çalışırlar. İstənilən halda, əgər uşağınızda göz qırpmaları varsa, göz həkimi və sinir həkiminin müayinəsi olduqca vacibdir.